Bence mis gibi. Cümlələrə fikir verin. Soyuq qatını biz bilirik axı. 4 dənə metal demişdik. Fenil, xiral. Onlar qatı ilə soyuq halda girməz. Dəmir girməz soyuq halda. Aşkolor, dəmir qatı, soyuq qatı nitrat turşa reaksiyaya dəmir girməz, mis girər. Mis üzərinə gəlir HNO3 qatı. Qatı Nə dedi, verir NO2 üzərinə? alınır. Pastiv metallar. Kuprum NO3 2. Kuprum NO3, NO2. NO2 bir də Hə. Əmsallaşdırsaq balansla, daha mən bir də balansa çox dərin girmirəm. Bura desən 2 düşür, bura 2 düşür. Bura 4 istəyirəm. Qoyayım da necə, ora 1 düşür, yoxsa yox, bura 2 düşür. Bura 1 düşür. Balansı bilirsiniz, daha mən bir də balansa girmirəm. Bura 1 düşür, bura 1 düşür. burada 4 düşür. kuprum mühəmməsi ayazı, anın 64-də, Darıxma, bunu yazdım. Sualda darıxma yazırıq. Onları yazmaq rahat dəstə. Sualda maraqlı olan bir hissə odur ki, şagird bilməlidir ki, qatı turşu ilə soyuq halda dəmir girməz. Fenil, xiral biz ona görə deyirik. Bir də xlorid turşusu ilə bilirik ki, passiv metallar xloridlə girməz. Xloridlə girənlər aktivlər və orta aktivlər. Passivlərin zaten girdiyi turşu var. Sulfatın qatısı, nitratın durusu qatısı. Burada dəmir girəcək H-xlorla. Dəmir üzərinə gəl H. Alınacaq ferum xlor 2. Üzərinə gəl H. Reaksiya əmsallaşdır. Bura 2. Ayrılan hidrogen, xloridlə ayrılan hidrogen 4,48-dir. Bu 22,4-dür. Görək nə qədər dəmir var. Bir A yazıram. Dəmir 56-dır. Buradan tərəf-tərəfə bölsəm, bundan bu gedəcək 0,2. 0,2-ni 56-ya vursam, 11,2. Bir də B-ni tapıram uşaq var. B-ni. Bura misə B yazıram. Mis özü 64-dür. Mis özü 64-dür. Ayrılan qaz NO2 özü də hansı rəngli qaz idi? 8,96-dır. 44,8. Bundan bu 0,2. B eləyir. 64-də 0,2-yə vuranda 12,8. 12,8 nə qədər? 12,8-dən 11,2-ni toplayırıq. 24. Qəşəng sualdır, pis sual deyil. Baxın bir. 24 elədi. Amma baxsın.